Salam, hər vaxtınız xeyir olsun. Bugün biologiya suallarının izahına baxırıq. Qida zənciri sxemində prodisent və ikinci dərəcəli konsumentlər müvafiq olaraq hansı hərflərlə göstərilmişdir? Baxırıq ki, Z-də mikroorqanizmlər göstərilibdir, hansı ki, baxırıq bütün zəncirlərdən ona xətlər gəlir. Deməli, bunlar redusentdir Z. Redusentdən həmən sonra ox gedirsə, deməli redusentin minerallaşdırdığı mineral maddələrlə qidalanan birbaşa prodisent olur. Prodisenti yeyənlər birinci dərəcəli konsument, birinci dərəcəli konsumenti yeyənlər isə ikinci dərəcəli konsument olacaq. Deməli, burada cavabımız M və Y, cavabımız D olacaq. İnsanın mədə-altı vəzisi haqqında verilənlərdən hansı yanlışdır? Axacaqları 12 barmaq bağırsağa açılır, doğrudur. Qarışıq sekresiya vəzisidir, doğrudur. Həzm kanalında plastik yox, energetik mübadiləni təmin etmiş olur. İfraz etdiyi fermentlər yağların, karbohidratların, zülalların parçalanmasını təmin edir. Məsəl üçün, lipaza yağları, amilaza karbohidratlara, tripsin zülalların parçalanmasında iştirak edir. Evet, onun fermentlərin işini fəallaşdırır fikri də doğrudur. 2 də cavabımız C variantıdır. Dünyaya gələn əkizlərin sayı 4-dür. Məlumatda iştirak edən bütün qametlərdəki X cinsi xromosomların sayı 1-dir. Biz bilirik ki, yumurta hüceyrədə ancaq X cinsi xromosom olur. Əgər bir dənə X-dan söhbət gedirsə, deməli, bir dənə də spermatozoid olub ki, o da Y olub və bir ziqotdan eyni yumurta əkizi olan 4 dənə X, Y-ə malik oğlan inkişaf edibdir. Yəni, bir dənə X və daha doğrusu bizdən nə istəyir? Neçə ciftə malik olduqlarını və cinsiyyətlərini müəyyənləşdirir. Eyni yumurta əkizləri neçə nəfər olur olsun, fərqi yoxdur. Onların bir cifti olur və bayaq da dediyimiz kimi 4 oğlandır. Toxumunun rənginə görə resessiv, formasına görə heterozigot noxud bitkisi. Rənginə görə resessiv deyirsə kiçiyə-kiçiyə. Formasına görə isə heterozigot noxud bitkisi, toxumunun rənginə görə heterozigot, formasına görə resessiv olan noxud bitkisi ilə tozlandırılmışdır. Alınan nəsildə baxıram ki, kiçiyə böyük B qameti, kiçiyə kiçik B qameti, böyüyə kiçik B, kiçiyə kiçik B qameti, böyüyə kiçiyə, böyük B, kiçik B, böyüyə kiçiyə, kiçik B, kiçik B, kiçiyə, böyük B, kiçik B, kiçiyə kiçiyə, kiçik B, kiçik B. Və hər iki əlamətə görə homozigot fərdlər məhv olarsa neçə fenotip? Baxıram ki, hər iki əlamətə görə homozigot fərd budur. Neçə fenotip və neçə genotip müxtəlifliyi olar? Baxırıq ki, 1, 2, 3 dənə genotip var. Bu olacaq sarı hamar, bu olacaq sarı qırışıq, bu olacaq yaşıl hamar. Gördüyünüz kimi də 3 dənə də fenotip var. 3 genotipin 3 fenotipə nisbəti olacaq D variantı. Günəbaxan bitkisinə aid əlamətləri müəyyən edin. Çiçəkləri səbət çiçək qrupuna yerləşir. Bu doğrudur. Meyvəsi toxumcadır. Doğrudur. Çiçək qrupunda həm dilcik, həm də boru şəkilli çiçəklər olur. Doğrudur. Çiçəkləri yalnız dilcik şəkillidir. Yanlışdır. Kök yumrularına malikdir. Yanlışdır. Bir evlidir. Amma yazılıb ki, 2 evlidir. Bu da yanlışdır. Bizdən də bitkisinə aid əlamətləri müəyyən edin deyirsə, 1, 2, 3-ü aid edirik və cavabımız C variantıdır. Şirin su hidrasında mayalanma prosesində 64 qamet iştirak etmişdir. Bilirik ki, bir fərdin əmələ gəlməsində 2 qamet iştirak edirsə, 64 qameti 2 qametə bölməklə 32 fərd əmələ gəldiyini tapırıq. Əlverişli şəraitdə maksimal sayda fərd əmələ gəlmişdir. Bu fərdlərin sayı qədər nüvə, biz bilirik ki, bir dizenteriya amöbündə 4 dənə nüvə olur. 4 dənə nüvə olur. Əgər 32 nüvəsi deyir olsa, bu neçə dizenteriya amöbü edər? 8 dənə dizenteriya amöbü etmiş olar. Cavabımız olacaq D variantı. Bu fərdlərin sayı qədər nüvə dizenteriya amöbünün insan bədəninə daxil olan neçə sistasında olar? Bəli, 8 sista. Cədvələ əsasən doğru sıraları müəyyən edin. Doğrudur, sağ yumurtalığın olmaz. Biz bilirik ki, sağ yumurtalıq reduksiya uğrayıbdır. Bu fikir səhvdir. Daxili mayalanma fikri doğrudur. Sol yumurtalığın olması da doğrudur. Burada yanlış fikir istədiyinə görə, deməli, 1-də 2 də səhvdir. Pəncər lüləsinin olması doğrudur, sidik hissəsinin olmaması doğru deyil. Yuxarıdakı müsbət mənfi ilə uyğun olduğuna görə 3-ü götürərik. Sağ aorta qövsü quşlarda var. Ürək boşluğunda yalnız arterial qanın olması yanlışdır, çünki arterial və venoz qan olur. Deməli, 4 də doğrudur. 5. Qulaq seyvanı. Biz bilirik ki, qulaq seyvanı yoxdur, tük örtüyü yoxdur. Ona görə 5 də səhvdir.
Doğru cavablarımız 3-4 olacaq. Doğru mülahizəni müəyyən edin. Burxulma zamanı zədələnmiş oynağa isti bir əşya qoymaq lazımdır. Fikri yanlışdır. Oynağın sınığı zamanı zərər çəkmişi arxası üstə yox, üzü üstə uzatmaq lazımdır. Kəllənən sınıqları zamanı zərər çəkmişi üzü aşağı yox, arxası üstə uzadıb başının altına yüngül yastıq qoymaq lazımdır ki, başına qan sızmasın. Yalnız açıq sınıqları yox, ümumiyyətlə uzun borlu sınıqların açıq və ya qapalı sınığı zamanı şina qoymaq lazımdır. Təbii ki, açıq sınıqlarda birinci qan axımını durdurmaq lazımdır, sonra sümük sınığı ilə məşğul olmaq lazımdır. Qabırğaların sınması zamanı döş qəfəsini dərindən nəfəs vermə vəziyyətində sarmaq məsləhətdir. Ona görə ki, qabırğalar sındığı zaman nəfəs alıb verdikcə ağciyəri və ürəyi zədələyə bilər. 9-cu sual. Üzmə qovluğu və qəsimə qapaqları vardır. Biz bilirik ki, sümüklü balıqlarda olacaq. Ona görə də şamayini götürərik. Qığırdaqlı balıqların üzmə qovluğu və qəsimə qapaqları ümumiyyətlə olmur. Avstralopiteklər biz bilirik ki, neogenda, parapiteklər isə paleogenda yaşamışdırlar. Ona görə də rəqabət apara bilməzlər, çünki müxtəlif tarixi zamanlarda yaşamışdırlar. Öküz soliteri biohelmintdir və onun törətdiyi əsas sahibdəki xəstəlik teniarexozdur. Aralıq sahibdə törətdiyi xəstəlik isə finnoz xəstəliyidir. Birinci şəkildə öz-özünə, ikinci şəkildə isə çarpaz tozlanma göstərilmişdir. Heterozigot fərdlərin sayı artır. Arzu olunan əlamətlər möhkəmlənir. Akasiya yonca bitkiləri üçün xarakterikdir. Homozigot fərdlərin sayı artır. Sağ xətlərin alınmasında tətbiq olunur. Kütləvi seçmə tətbiq olunur. Yəni cavabımız A variantı olacaq. Ağac gövdəsinin quruluş sxemi üçün uyğunluğu müəyyən edin. Özək göstərilibdir 3 ilə, 2 ilə kombi göstərilibdir, 1 ilə isə oduncağın qabıq hissəsinin floema qatı göstərilmişdir. Əsasən ehtiyat toplayıcı toxumadan təşkil olunmuşdur. Özək ələyə bənzər borulara rast gəlinir. Floema tez-tez mitoz bölünmə baş verir. Kombi qabığın tərkibinə daxildir. Floema illik halqaları əmələ gətirir. Kombi, yəni ki, 1 F-D, daha doğrusu B-D, 2 C-Y, 3 A, yəni variantımız A olacaq. Hansı bitkilərdə çiçək yanlığı olmur? Söyüd, qovaq, burada alma düz olmadığına görə variant düz olmayacaq. Deməli, söyüd, qovaq, göyrüş, bəli, cavabımız B variantı olacaq. Söyüd, qovaq, göyrüş hər üçündə. Cədvələ əsasən doğru olanları müəyyən edin. Vəzilər, hormonun çatışmazlığı zamanı insanda əmələ gələn xəstəlik miksedemiyadır, qalxana bənzər vəzidən gedir. Cırtdan boyluluqdursa, deməli hipofizdən söhbət gedir. Şəkərli diabetdirsə, mədə altı vəzidən söhbət gedir. X vəzisi bədən boşluğunda yerləşir, yanlışdır. Y vəzisinin hormonu cinsiyyət sistemində təsir göstərir. Hipofiz vəzi elə bir vəzidir ki, onun pozulması bir çox endokrin sistemlərin işinin pozulmasına səbəb olur. Pankreatit xəstəliyi zamanı Z tərəfindən ifraz olunan amilazanın miqdarı artır. Artmır, əksinə azalmış olacaq. Pankreatit xəstəliyi zamanı amilazanın miqdarı azalır. Öz növbəsində nazik bağırsaqdakı nişasta qalır. Nazik bağırsaqda qıcqırır. Qıcqırması nəticəsində nazik bağırsağın qələvi mühitini pozur, daha da tuş mühitə çevirməyə başlayır. Bunun növbəsində də karbohidratla yanaşı zülal da, yağ da orada parçalanmır. Və nəticədə reseptor hissələrini qıcıqlandırır, orada qan axınına səbəb olur və s. kimi. Demək ki, bu fikir də yanlışdır. Z vəzisinin, yəni mədə-altı vəzinin yerləşdiyi bədən boşluğunda hormonu, ürək siklinin müddətini azaldan vəzlər yerləşir. Bəli, böyrək üstü vəzi, bu da adrenalindir. Y və Z vəzləri müxtəlif bədən boşluqlarında yerləşir. Bəli, hipofiz kəllə boşluğunda, mədə-altı vəzi isə qarın boşluğunda yerləşir. Cavablarımız 2, 4 və 5 olacaq. Yəni B variantıdır. Çoxcəyrəli göbələklər birinci, ikinci və üçüncü olacaq. Yəni 1, 2, 3 cavabımız A variantıdır. Sağlam qadının 28 günlük aybaşı sikli təsvir olunmuşdur. Doğru olmayan mülahizələri müəyyən edin. Birinci faza aybaşı fazasıdır. İkinci faza aybaşdan sonraki fazadır. Üçüncü faza isə sarı cisim fazasıdır. Mayalanma prosesi yalnız birinci fazada baş verə bilər.
fikri yanlışdır. Ümumiyyətlə birinci fazada yumurta hüceyrə hələ yetişməyə təzə başlayıb da. Yəni mümkün deyil. Üçüncü fazada əmələ gələn vəzi daimi yox, müvəqqəti daxili sekresiya vəzisidir. Birinci və ikinci fazaların maksimum davam etmə müddətlərinin cəmi 19 gündür. Fikri yanlışdır. Çünki burada 4-5 gün, burada isə 9-10 günə bərabərdir. Yəni maksimum 5 ilə maksimum 10-u toplasaq belə 19 gün etmir. 10 yaşlı qızda 1, 2, 3-cü fazalar olmaya bilər. Əlbəttə ki, yəni qız cinsi yetişkənliyə 12 yaşında çata bilər. Bu doğrudur. İkinci fazanın maksimum davam etmə müddəti 10 gündür. Baxın, yazdığımız kimi bu da doğrudur. Bizdən də yanlış fikirləri istədiyinə görə cavabımız 1, 2, 3 Y variantı olacaq. Angina törəciləri orta qulağa hansı ilə bilavasitə keçərək iltihab törədə bilər? Biz bilirik ki, eşitmə, tənəffüs və həzmi bir-biri ilə əlaqələndirən eşitmə borusu var ki, bu udulaq, eşitmə, daxili qulaq və belə deyək də tənəffüs yolunu bir-biri ilə əlaqələndirmiş olur. Biz bilirik ki, 18-65 yaş aralığında olan insan 50 kiloqram çəkidən az olmayaraqdan qan vermə aksiyasında iştirak edə bilər. Avtomatik 49 çəkisi olan insanlar ləğv edilir. 15 yaşı olanlar ləğv edilir, 16 yaşı olanlar ləğv edilir və qalır bir dənə əkbər. Əkbərin də 3-cü müsbət qan qrupu olduğuna görə 3-cü müsbət qan qrupu olan Səbinəyə qan verə biləcək. Yəni cavabımız yalnız C variantıdır. Çay xərçəngi və may böcəyi. Həzm vəzisi qidanın həzmində və sorulmasında iştirak edir çay xərçəngi. İfrazat sistemi həzm sistemi ilə əlaqədardır may böcəyi. Xarici skeletə daxildən əzələlər birləşir hər ikisində. Çox kameralı ürəyə malikdir may böcəyi. İnkişafı düzünədir. Təbii ki, çay xərçəngi qanı qida maddələrinin bədən hüceyrələrinə daşınmasında iştirak edir. Hər ikisində də qida maddələri qan vasitəsilə daşınır. Amma oksigen daşınması bir-birindən fərqlidir. May böcəyində oksigen daşınmır, amma çay xərçəngində oksigen də daşınır həmçinin. Deməli, birinci 1-5, ikinci 2-4, üçüncü isə 3-6-dır. Yəni cavabımız Y-dir. Hüceyrədaxili həzm prosesini həyata keçirən orqanoid bilirsiniz ki, lizosomdur. Həmin lizosomun formalaşdığı bir membranlı orqanoid Golgi kompleksidir. Aşağıda onurğalılara aid olan 3 müxtəlif yetkin fərdin baş beyni şəkilləri göstərilmişdir. Baş beyinlərin aid olduğu fərdlərin bədənlərində dövr edən qan növlərinin saylarını müəyyən edin. Burada amfibilər göstərilmişdir. Bu hissə beyinci kiçikdir, ona görə amfibilər olduğunu bilirik. Amma bu qurbağada doğrusu balıq olsaydı, beyinci hissəsi daha böyük görünərdi. Və bilirik ki, bu quşlara aiddir. Quşların ancaq beyinci hissəsi qırışılıdır. Ön beyinləri yaxşı inkişaf etmişdir. Bu isə məməlilərə aiddir. Məməlilərin də şəkildən göründüyü kimi ön beyinləri yaxşı inkişaf etmiş. Belə deyək, həm orta, həm də ara beyinləri görünmür üstdən baxdıqda. Quşlara isə üstdən baxdıqda ancaq ara beyni görünmür. Biz də bilirik ki, amfibinin bədənində dövr edən qan sayı 3-dür. Həm təmiz, həm arterial, venos, bir də qarışıq qan. 2 cür qanda, həm arterial, venos quşda və məməlidə hər ikisində də eyni 2 növ qan dövr edəcək. 3-2-2, yəni B variantıdır. Vavilova görə mədəni bitkilərin mənşə mərkəzi 7-dir, amma müasir mənşə mərkəzləri sayı 12-dir. 7-nin içərisində Cənubi Amerika var, Həbəşistan var, Avstraliya yoxdur, Şərqi Asiya var, Avropa, Sibir yoxdur, Şimali Amerika yoxdur. Yəni 1, 2, 4 var. Sağlam insanda parasimpatik sinirlərlə ötürülən oyanmalar ürək siklinin müddətini azaldır, xeyr, artırır. Göz bəbəyinin diametrini kiçildir, doğrudur. Ürək sikllərinin sayını azaldır. Ürək sikllərinin sayını azaldır, bəli, ürək vurğu saylarını azaltmış olur. Mədə əzələlərinin hərəkətini gücləndirir. Nəbz vurğularının sayını isə artırır, fikri yanlışdır. Deməli, cavabımız olacaq 2, 3 və 4. 25. Hidrogen rabitələrinin sayı. Bir zəncirdə olan adeninli nukleotidlərin sayı 100 dənə adenin var. Digər zəncirdə isə 300 dənə timin var. Demək ki, bunun qarşısında da 300 dənə bu tərəfdə adenin olacaq. Bunun da qarşısında digər tərəfdə 100 dənə timin olmuş olacaq. Ümumilikdə adenin və timinin cəmi 800-ə bərabər olacaq.
Hər iki zəncirdəki nukleotidlərdə olan azot əsası, karbohidrat, fosfat, turşu qalıqlarının saylarının cəmi 5100-ə bərabərdir. Və biz bilirik ki, bir nukleotiddə bir azot əsas, bir karbohidrat, bir orta fosfat turşusu qalığı olur. Ona görə də ümumi nukleotid sayı 1700-ə bərabərdir. 1700-dən də çıxarıq 800-ü, taparıq 900 dənə guanin və sitozin cəmi. Biz də bilirik ki, hidrogen rabitəsini tapmaq üçün ümumi nukleotidin üzərinə guanin və ya sitozin gəlməklə tapa bilərik. 450 dənə guanin olduğunu bilirik, çünki 902-yə böldükdə 450 guanin, 450 sitozin olar. Nukleotid sayında 1700 olduğunu tapmışıq, üstünə 450 gəlməklə 2150 dənə hidrogen rabitəsinin olduğunu taparıq. Şəkildə göstərilmiş insan orqanına aid olan mülahizələri müəyyən edin. Deməli, qaraciyər qarın boşluğunun sağ tərəfində yerləşməli idi. Qanın formalı elementlərinin parçalanması baş verir, doğrudur. Canlı donordan bu orqanın bir hissəsini digər insana köçürtmək mümkündür, doğrudur. Suda həll olan yox, yağda həll olanlar depolaşır. Nüvələrin sayı hüceyrələrin sayına bərabər deyil, çünki o çox nüvəlidir. Deməli, düzgün ifadələr 2, 3 və 5 olacaq. Uyğunluğu müəyyən edin. Bizə deyir ki, həm dişi, həm erkək qametlər əmələ gəlir. Ya erkək, ya dişi qametlər əmələ gəlir. Qametlər əmələ gəlmir. Quş mamırının bilavasitə proteinemasında qametlər əmələ gəlmir. Yetkin quş mamırında isə ya erkək, ya da ki, dişi qametlər əmələ gəlir. Qatır quyruğun sümbülcüklərində isə ümumiyyətlə qametlər əmələ gəlmir. Erkək qıcının protalı gedəcək hara? Quş mamırının proteinemasına qametlər əmələ gəlmir aid etdik. Yetkin quş mamırına bəli, ya erkək, ya dişi aid etdik. Qatır quyruğun sümürcüklərini aid edərik, qametlər əmələ gəlmir. Erkək qıcının protalını hər ikisi, həm dişi, həm erkək qamet əmələ gəlir. Yetkin planda isə qamet əmələ gəlmir. Yəni 1D, 2B, 3, AC, Y olar. Canlıların ortaq xüsusiyyətlərindən bəhs edə bilərik, lakin onları sistemləşdirib qruplara ayırdıqda bir çox fərqli xüsusiyyətlərin olduğunu görüb onları əlaqələndirməyə çalışırıq. Bunu bir çox alimlər həyata keçirməyə çalışmışlar. Bu alimlərdən biri, birinci alim Latın dilində amfiblər adını təklif etmişdir. Latın dilini bilirik ki, Linney, yəni amfibi adını təklif etmişdir. Digər isə zoologiya fəlsəfəsi əsərini, bu da Lamarck olduğunu bilirik. Linney hansı sistematik kateqoriyaları növ, cins, dəstə, sinif. Bu sistematik kateqoriyalardan hansılar həm bitkilərin, həm də heyvanların təsnifatında istifadə olunur. Növ, cins, bir də ki, sinif, üçü istifadə olunur. İkinci alim kimdir? Gördüyümüz kimi Lamarck'dır. Onun təsnifat sxemində sonuncu pillədə yerləşən heyvan siniflərini quşlar, məməlilər, onların meydana çıxdığı eranı, mezozoy, müəyyən edib yazın. Birinci alim bu heyvanların sistemləşdirilməsində hansı orqanlar sistemlərinin quruluş xüsusiyyətlərini əsas götürərdi? Bilirik ki, qan dövranı və tənəffüs sistemi.